İqbal bəy, bəs bu xaricdə təhsil diplomlarının tanınması sizcə necə olmalıdır bizdə bu gün? Əvvəlcədən siyasi bəlli olmalıdır. Əvvəlcədən siyahı elan olunmalıdır. Açıq olmalıdır tələbələr üçün. Bilməlidirlər ki, hansı universitetdə təhsil alsalar, o universitetlərin diplomları Azərbaycan üzrə tanınır. Və Azərbaycan tərəfi də müəyyən etməlidir, hansı diplomlar tanınmır və niyə tanınmır. Bu diplomun tanınmama səbəbləri nədən ibarətdir, onu göstərməlidir. Bu mürəkkəb bir şey deyil, bu sadə bir şeydir. Azərbaycan tərəfi bunu həll etməlidir. Yəni, siyahılar qoyulmalıdır. O qədər açıq və şəffaf olmalıdır bu məsələlər ki, şagird, abituriyent, doktorant və s. çətinliklərlə oxusun, gəlsin, görsün, bu universitet tanınmır kimi bir şey yox. Niyə tanınmır? Səbəbləri qarşısında qeyd olunmalıdır. Tutaq ki, bunlar tanınır, tanınma kriteriyası nədir? Onun bəndlərini yazmalıdır. 1, 2, 3, 5. Sən görəcəksən ki, o biri universitet bu 5 bəndə uyğun deyil. Tanımanın kriteriyaları olmalıdır. 1, 2, 3, 4, 5 şərtə görə biz diplomu tanıyacağıq. O, Türkiyədə olsun, Afrikada olsun, Amerikada olsun, Avropada olsun, fərq etməz. Bu kriteriyalara görə universiteti tanıyırıq, bu kriteriyaya görə tanımırıq. Tanımamağın kriteriyaları çox ola bilər, amma tanınmanın kriteriyaları məhduddur. O tanınma kriteriyalarını ortaya qoymalıdır ki, bu kriteriyalara uyğun gələn universitetləri tanıyırıq. Məsələn, misal çəkirəm, tutalım A universitetini deyir tanıyırıq, amma A universitetinin misal üçün bu proqramını tanımırıq. Mən dediyim kimi, misal üçün açıq və uzaqdan eğitimi. Başa düşdüm. Amma indi bütün dünya o cür təhsil. Başa düşdüm, yenə deyirəm. A-nı tanıyırıq, amma onun bu uzaqdan təhsilini tanımırıq. Bunun səbəbi, kriteriyalar olmalıdır bu səbəbə görə. Bax, bu bölməyə görə tanımırıq. Kriteriya qoyur ki, neçəsə faiz əyani şəkildə dərs keçilməlidir. Amma burada da əyani deyil. Məsələn, distant təhsil. Distant təhsildə problemlər var. Dünya ümumiyyətlə distant təhsildən bir qədər artıq yavaş-yavaş geri çəkilir. Həm də elə ixtisaslar var ki, distant təhsildə tələbə istədiyini ala bilmir birbaşa. Haqlısınız. Məsələn, həkimlik necə distant ola bilər? Ona görə də onlar detallardır, texniki tərəflərdir. O texniki tərəfləri həll etməyə söhbət fundamental təhsilə münasibətdən gedir. Fundamental təhsilin dəyişməsindən gedir. Biz bugün təhsilin, yenə deyirəm, əvvələ qayıdıram, fəlsəfəsini dəyişmədən bunları həll edə bilmərik. Biz bugün hələ məktəblərdə şeir əzbərlədirik. Biz bugün hələ məktəblərdə kim nə vaxt anadan olub, kim hansı ildə ölüb, kim nə olub, bunları öyrədirik və sonra da ona uyğun sual veririk. Filan kəs filan vaxtı niyə belə eləmişdi? Mən nə bilim niyə belə eləmişdi? Bunun ədəbiyyata, bunun elmə, bunun təhsilə. Çox təəssüflər olsun ki, sistemi dəyişmək üçün biraz cəsarət, biraz təşəbbüskarlıq lazımdır. Bu cəsarət və təşəbbüskarlıq yoxdur. Biraz oturuşmuş adamlar var.